Aslında Amerikanın həqiqətləri necədir, Amerika necədir və bu o demək deyil ki, Amerika pisdir. Amerika mən üçün yaxşıdır. Amerika, mən bilmirəm sən üçün yaxşıdır yoxsa yox, amma mən üçün yaxşıdır. Niyə mənim üçün yaxşıdır Amerika? Çünki mən təkliyi sevirəm. Çünki mən bilmirəm. Mən çox şey sevirəm. Desəm çox insanın xoşuna gəlməyə bilər, ona görə demirəm. Mən Amerikanı sevirəm. Bu mənim məktəb illərdən arzum olub. Mən məktəbdə oxuyanda həmişə düşünürdüm ki, mən Amerikada yaşayacağım. 1999-cu ildə mənim ilk personalni kompüterim olub və kompüterdə nə kimi istifadə eləmişəm? Sadəcə iqra oynamışam. Çox Azərbaycanlı kimi sadəcə iqra oynamışam. O vaxt Amerika haqqında, bilmirəm yadınızdadır yoxsa, qara disketlər var idi. Kvadrat şəkildə qara disketlər var idi. Həmin disketlərdə mən şəkillər alırdım, baxırdım. İnternet evə çəkdirmişdim, telefonla idi. İnternet qoşulma prosesinin bir öz səsləri var idi, modem səsləri. Evet. İnternet qoşulurdu, çox zəif işləyirdi də. Yəni bildiyin şəkili belə hissə, etap şəkilləri açırdı. Ona görə mən həmişə baxırdım orada. Amerikada insanlar necə yaşayır, disklər alırdım. Amerikada məsəl üçün insanlar 6-cı günlər, istirahət günlərində hara gedir, maşınlarla gəzintilər, maşın şovları olur. Belə şeylərə baxırdım. Uşaq vaxtından buna həmişə istəyim olub və həmişə düşünmüşəm ki, mən buralı deyirəm də. Yəni mən Azərbaycanda düşünmüşəm ki, mən buralı deyirəm. Mən bu məktəbin adamı deyirəm. Bu yerin adamı deyirəm də. Bura mənim yerim deyir. Bu o demək deyir, mənim Azərbaycandan xoşum gəlmir. Bu o demək deyir ki, mən Amerikada özümü, sən Azərbaycanda özü vətənində hiss elədiyin kimi, mən Amerikada özümü öz vətənimdə hiss edirəm. Məsələ budur. Yəni mən Azərbaycanda vətənimə qulluğumu da eləmişəm, əskərliyimi də keçmişəm. Onlar hamısı oldu. O vaxt bizim torpaqlar işğal altındaydı. Tapqarakonda onda mən xidmətdə olmuşam. Yəni Amerikanı sadəcə vətənim kimi hiss edirəm. Mən Azərbaycanda həmişə özümü yad kimi hiss eləmişəm. Bilmirəm nəyəsə görə mən bura gələndən sonra mən rahat nəfəs aldım və düşündüm ki, mən öz vətənimdəyəm.